300 ml ılık süt, 1 xörək qaşığı un, 1 xörək qaşığı şəkər, 10 qram maya. Qarışdırırıq. 15 dəqiqə mayalandırırıq. Mayalandıktan sonra 2 yumurta, 60 qram şəkər. Qarışdırırıq. Əlavə edirik mayanın üzərinə. 70 qram əridilmiş çərək yağı, 1 çimdik duz, 4 stəkan yarım un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. 20 qram bitki yağı. Xəmirimizi yoğururuq. 1 saat acıdırıq. Acıyandan sonra əlimizlə biraz öfkələyirik. Mayaya gəlməsin. %120 qram şəkər, 10 qram darçın. Qarışdırırıq. İçliyimizi hazırlayırıq. Xəmirimizi unlayıb yayırıq. Yumuşalmış 70 qram çərək yağını hər tərəfinə yayırıq. Şəkərli, darçınlı içliyimizi əlavə edirik yağın üzərinə. Rulet kimi bükürük. İpin köməkliyi ilə kəsirik. İplə kəsəndə xəmirimiz əzilmir. Videoda göstərdiyim formada hamısını kəsirik və soba tavasına yığırıq. 30 dəqiqə kündəyə qoyuruq. 180 dərəcəlik sobada 20-25 dəqiqə bişiririk. 200 qram xama, 1 xörək qaşığı çərək yağı, 100 qram şəkər çirşanı qarışdırıb kremimizi hazırlayırıq. Sobadan çıxartdıqdan sonra isti-isti kremimizi vururuq. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.